Hər vaxtınız xeyirli olsun, hamınızı salamlayıram. Bugün bir mövzu hakkında öz fikrimi sizinle bölüşeceğim. Sizin de bildiğiniz gibi son günler aramsız yağan yağışlar Abşeron Yarımadası'nda, ülkemizin şimal rayonlarında güclü sellere sebep oldu ve bazı yerlerde, bazı kentlerde, şehrin bazı hissesinde, Sumqayıtda, Bakıda, yollarda dağıntılara sebep oldu. Bazı kentlerde ben burada TikTok'ta izledim. Bazı kentlerin körpülerini yuyup aparıp sel, evleri dağıdıb, tarlaları, bağları talan edib, məhv edib. Əlbəttə ki, sel bir təbii fəlakətdir. Bunun belə baxanda qarşısını almaq qeyri-mümkündür. Ancaq bəzi tədbirlərlə selləri, yağışın qarşısını almaq mümkündür. Ondan daha doğrusu onun təsirini azaltmaq mümkündür. Sellərin yaranmasının başlıca səbəbi isə üzərində Azərbaycanda çox təəssüf ki, çox da durulmayan əsas məsələ meşələrin illərdir vəhşicəsinə talanmasıdır. Meşələrin yox edilməsidir. Meşələr bildiğiniz kimi mən əvvəlki bir neçə videomda da bu haqda danışmışam. Bir meşə mühəndisi olaraq öz fikrimi bildirmişəm. Meşələr yağışların, yağıntıların qarşısını almakla, onların sürətini, daha doğrusu yağışlardan sonra yaranan sellerin sürətini azaltmakla bütün bu fəlakətlərin, bütün bu problemlerin təsirini minimuma indirir. Amma çox təəssüf ki, xüsusilə Azərbaycanın şimal rayonlarında, belə deyək, şimal, qərb, şərq rayonlarında, ümumiyyətlə ölkəmizin bütün rayonlarında, hətta cənub bölgəsində meşələr illərdir lazımi qoruma tədbirləri görünmədiyi üçün, lazımi tədbirlər görünmədiyi üçün, lazımi meşə salma, meşə bərpa işləri görülmədiyi üçün meşələr hər il azalır və bunun nəticəsində də bu bölgelerde, bölgələrimizdə yağan yağışlar selə çevrilir və o sellərdə böyük fəlakətlər, xüsusilə kənd yerlərində, rayon yerlərində böyük fəlakətlərə səbəb olur. Deyəcəksiniz ki, bəs Sumqayıt və Bakıda yaranan sellərin səbəbi nədir? Bunların da səbəbi belə baxanda yenə meşələrin, yaşıllıqların az olmasıdır. Meşələrin, şəhərlərimizdə də ağaçlar, meşələr, parklar illərdir azalmaya doğru gelir ve bu da bir sebeptir. Ama tabii ki şehirlerde bunun başka sebepleri de var. Şehirlerde drenaj sisteminin, su ötürücü qurğuların az olması, lazımi qaydada olmaması, tikilməməsi, illərdir bu mövzulara laqeyd yanaşma, bax bu sellərin yaranma səbəbi, başlıca səbəbidir. Ben bir vətəndaş olarak, bir meşə mühendisi olarak hamımızdan xahiş edirəm. Xüsusilə kənd rayonlarında, xüsusilə kənd yerlərində, bölgələrimizdə yaşayan insanlardan xahiş edirəm. Dövlətin bu barədə, bu sahədə tədbir almamasından asılı olmayaraq hər biriniz çalışın ki, öz bölgənizdə meşələri qoruyun. Onların talan edənlərə, meşələrimizi talayanlara qarşı çıxın. Onların əleyhinə, onların mümkün olan qədər onların ifşa edin, onların qarşısını alın ki, bax gələcəkdə bu problemlər az yaşansın. Üstəlik çalışın ağac əkin, öz həyətinizdə, öz bağçanızda. Betonlaşmaya meyil eləməyin. Betonlaşmanın nəticəsidir bu hamısı. İstər şəhərlərdə, istər kəndlərdə sellərin başlıca səbəblərindən biri betonlaşma, ağaçsızlaşma, yaşıllıqsızlaşmadır. Bir fərd olaraq, bir vətəndaş olaraq mümkün olan hər yerdə çalışın ağac əkin. Ağaçların qırılmasının qarşısını alın, meşələrin qırılmasının qarşısını alın. Gücünüz nəyə çatmasa da o meşə qıranları, meşəni talayanların videosunu çəkin, şəklini çəkin, paylaşın, onları ifşa edin ki, bəlkə əlaqədar qurumlar, cavabdeh qurumlar da tədbir görələr, bu talanın qarşısını alalar və dediyim kimi bütün bu sellərin, quraqlıqların, ümumiyyətlə başqa bir çox mənfalların səbəbi meşəsizləşmədir, meşələrin qırılmasıdır.
Amma bu gün mövzu sel olduğu üçün mən xüsusilə bilavasitə bunu vurğulayıram. Gələcəkdə belə fəlakət, belə sellərin yaranmaması üçün çalışın ki, meşələrimizi qoruyun. Meşələrimizi qoruyun, ağac əkin, həyətinizdə, ətrafınızda, mümkün olan hər yerdə. Bunu biz etsək, ən azından dediyim kimi zərəri minimuma indirərik, zərəri azaldarıq və gələcəkdə belə fəlakətlərin yaşanmasının müəyyən qədər də olsa qarşısını almış olarıq. Çox sağ olun, Allah'a əmanət olun, İnşallah görüşərik.